Salam əziz şagirdlərim, bu gün leksika bölməsinin izahını sizə təqdim edirəm. Gəlin, başlayaq. Dilçinin bir bölməsində bilirik ki, leksikadır. Söz dilin əsas vahididir və dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır və leksikologiyada sözlərin mahiyyəti, onların məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi, işləmə dairəsi öyrənilir. Lexikos söz, logos isə təlim deməkdir. Bir də əziz şagirdlər, leksikografiya termini var. Leksikologiya ilə leksikografiya termini qarışdırmayaq. Leksikografiya lüğətlərdən bəhs edir. Yadımızda saxlayaq, bunu da bir yerə qeyd edərsiniz. Sözün leksik mənası nə deməkdir? Sözün məzmunu onun leksik mənasını təşkil edir. Sözün leksik mənası əşyanı, əlamət və keyfiyyəti, miqdarı, hərəkəti, istiqaməti və sair təsəvvürdə canlandırır. Onlar barədə anlayış yaranmasına imkan verir. Sözün birbaşa ifadə etdiyi məna onun leksik, yəni lüğəvi mənasıdır. Sözlərin leksik mənası harda verilir? İzahlı lüğətlərdə verilmiş olacaq. Və bu fosforluğun bir hissəni yadımızda saxlayaq. Bax, əsas nitq hissələrinə aid olan sözlərin hamısının leksik mənası var. Amma köməkçi nitq hissələrinin, şəkilçilərin və hissəciklərin isə leksik mənası yoxdur. Bunu da yadımızda saxlayırıq. Gəldik, sözün leksik mənasını izah etmə yolları. Baxın, bunu 1, 2, 3, 4 olaraq qeyd edək. Birinci odur ki, sözün məzmununu, əlamət və xüsusiyyətlərini izah etməklə, yəni məsələn, ilğım sözü susuz çöllərdə buxarın yerə yayılıb su kimi görünməsi hadisəsidir, zəmi isə əkin yeri tarla mənalarını bildirir. Daha sonra sözə əks mənalı söz seçməklə dost, düşmən, ağ, qara, quzey, güney və s. Verilən sözə yaxın mənalı söz seçməklə müxtəsər, qısa, azadlıq, müstəqillik və s. və bir də sözün hissələrinin mənasını açmaqla. Bu ancaq düzəltmə və mürəkkəb sözlərə aiddir. Çünki sadə sözləri necə parçalaya bilərik. Dənizçi sözü, dəniz sözün kökü leksik şəkilçidir. Dəniz, okeanın bir hissəsi dəryadır. Çi isə sənət peşə mənası bildirən şəkilçidir. Uca boy, boyu uca, boylu, buxunlu, qədd-qamətli deməkdir. Gələk qrammatik mənaya. Sözün qrammatik mənası deyəndə nə nəzərdə tutulur? Baxın, sözün hansı nitq hissəsinə aid olması, nitq hissəsi kimi hansı xüsusiyyətləri daşıması, məsələn, qırmızı əşyanın əlamətini bildirir, nitq hissəsi olaraq sifət və necə suala cavab verir. Qələm əşyanın adını bildirir, nitq hissəsi olaraq isimdir və nə suala cavab verir. Sözün hansı sintaktik vəzifə daşıması, yəni mübtədadırmı, tamamlıqdırmı, xəbərdimi, zəfliyidimi, təyindimi və s. Məsələn, dostluq sözü mübtəda, tamamlıq, xəbər vəzifəsində işlənə bilər. Qrammatik məna leksik mənadan fərqli olaraq təkcə bir sözlə bağlı deyil, bir çox sözlər üçün səciyyəvdir. Necə? Məsələn, bayaqları dediyi hansı söz, zəmi söz, məsələn, dediyi əkin yeri tarla mənasındadır. Yəni, bunun bir leksik mənası var. Və yaxud da kitab, dəftər, qələm, bunların hər birinin fərqli leksik mənası var. Amma bunların üçünün də ortaq bir qrammatik mənası var. Yəni, hər üçü isim olmuş olacaq. Qeydlərimizə baxaq. Qeydlər deyir ki, bütün sözlərin leksik mənası yoxdur və bütün sözlərin leksik mənasını, bayaq leksik mənada 4 yol dedik ha. Bu 4 yolla izah edilə bilməz. Bunu da dedik ki, çünki sadə sözlər, 4-cü yol demişdik ha, sözün hissələrinin mənasını açmaqla. Burada dedik ki, düzəltmə və mürəkkəb aiddir bu 4-cü qaydam, 4-cü yola. Yaxşımı? Bu 4-cü izah üsulu ilə izah edilə bilmir sadə sözlər. Yalnız düzəltmə və mürəkkəb sözlər həmin üsulla izah olunur. Amonimlər sözün leksik mənasını izah üsulu deyil. Bunu da yadımızda saxlayırıq. Çünki amonimin məna tayları nədir? Tamamilə fərqli leksik mənalar ifadə etmiş olacaq. Gələk sözün həqiqi və məcazi mənasına. Həqiqi və məcazi mənası ilə davam edək. Sözün ilkin və ya əsas mənası onun həqiqi, dominant mənasıdır. Bax, həqiqi və məcazi mənanı da diqqətlə dinləyək, çünki bu bizə mətnləri işləyərkən lazım olur. Sonradan qazanılan törəmə mənası isə məcazi mənası olmuş olacaq. Məcazilik qazanmaq üçün söz ona aid olan əlamətlərdən birini və yaxud da bir neçəsini itirməlidir. Məcaziləşmə bax o zaman baş verir ki, hər hansısa əlamət, hərəkət və sair köçürdülür və ya bənzədilir. Məsələn, isti su birləşməsində isti sözü nə olacaq? Həqiqi mənada olacaq. Yəni həqiqətən də isti su ola bilər. Amma isti münasibət deyəndə biz, həqiqətən də isti münasibət ola bilər? Xeyr, ola bilməz. Burada məcazi mənada işlənəcək. Çünki biz nə edirik? Münasibətin istiliyini deyəndə onun temperaturla ölçmürük də. Burada temperatur fərqi nəzərdə tutulmur. Onların arasında olan səmimilik nəzərdə tutulur. Ona görə burada isti su deyəndə dediyi həqiqi mənada olmuş olacaq, amma isti münasibət deyəndə isə məcazi mənada olmuş olacaq. Gəldik, yağlı sözünə baxaq. Yağlı sözü həm həqiqi mənada, həm də məcazi mənada işlənmiş ola bilər. Necə? Məsələn, yağlı yemək deyəndə və yaxud da yağlı ət deyəndə bu həqiqətən də yağlı yemək, yağlı ət ola bilər. O da həqiqi mənada. Amma yağlı söz isə, yağlı söz deyəndə bu məcazi mənada işlənmiş olacaq. Yəni, həqiqətən də yağlı söz olmur da. Ona görə məcazi mənadadır. Getmək sözünə baxaq. Evə getmək, rayona getmək. Həqiqi məna, fikrə getmək, ağlı getmək isə məcazi mənada işlənmiş olacaq. Bəzən olur ki, eyni ifadə yerinə görə həm həqiqi, həm də məcazi məna kimi düşünə bilər. Necə? Məsələn, yüngül adam sözü çəki mənasında işlənəndə həqiqi, xasiyyət mənasında işlənəndə isə məcazi kimi düşünülür. Yola düşmək. Yerə düşmək mənasında həqiqi, məsələn, topum yerə düşdü. Burada yola düşdü və yaxud da. Burada olacaq həqiqi mənada. Çünki top, məsələn, uşaqlar top oynayır. Onların top oynayanda top əllərindən qaçıb yola düşür. Bu həqiqətən də ola bilir.
Amma getmək mənasında isə yola düşmək sözü məcazi mənada işlənmiş olacaq. Məsələn, burnunun ucu göynəməyi həqiqi kimi necə düşünə bilər? Məsələn, soyuqdan həqiqətən də insanın burnunun ucu göynəyə bilər. Bir də ola bilər ki, darıxmaq mənasında, burnunun ucu göynəmək darıxmaq mənasında işləndə artıq məcazi mənada işlənmiş olacaq. Gəldik tək mənalı və çox mənalı sözlərə. Baxın, ilk zamanlar hər sözün bir mənası olub. Zaman keçdikcə isə həmin sözlər yeni mənalar qazanıb. Və yalnız bir leksik mənası olan sözlərə biz tək mənalı sözlər deyəcəyik. Məsələn, 8, dənizçi, gəmi və s. Əsas məna ilə bağlı olub bir neçə əlavə törəmə mənada işlənən sözlərə çoxmənalı sözlər deyəcəyik. Və sözün çoxmənalığı onun məcazi məna bildirməsinə əsasən müəyyən edilir. Bax, bunu yadımızda saxlayırıq. Sözün çoxmənalığı onun nə oldu? Məcazi məna bildirməsinə əsasən müəyyən olunur. Məsələn, göz. Biri var insanın gözü, bir də var bulağın gözü. Boğaz. Biri var insanın boğazı, bir də var çəkmənin boğazı və s. Burada çox mənalıq yaratmış olur. Çünki insanın boğazı həqiqi olacaq, çəkmənin boğazı məcazi mənada düşünəcəyik. Çox mənalı sözlərdə sözün mənalarına bax, biri həqiqi, digəri isə məcazi mənada işlənir. Məsələn, insanın ayağı həqiqidir, amma kəndin ayağı isə məcazi mənada işlənmiş olacaq. Və s. İndi gələk, əsas məna ilə bağlılıq, bax, çox mənalıqda bax, nədir? Əsas məna ilə bağlılıq mütləqdir, zəruridir. Nəyə görə? Əgər söz əsas məna ilə bağlılığını itirərsə, artıq bu gedir amonimlərə çıxır. Ona görə bunu diqqətlə yadımızda saxlayırıq ki, əsas məna ilə bağlılıq zəruridir. Bu çox mənalığın əsas şərtlərindən biridir. Söz nə qədər yeni məna qazansa da, ilkin mənadan uzaqlaşmır. Bu bağlılıq olmadıqda həmin sözlər amonimlik xüsusiyyətini daşımış olur. Üz, insanın üzü, südün üzü. Burada olacaq çox məna. Çünki insan üzü həqiqidir, südün üzü məcazidir. Yəni burada nə oldu? İlkin məna ilə bağlılıq özünü qorudu, ona görə oldu çox mənalı. Üz, biri var insanın üzü, biri də var suda üzmək. Burada nə olacaq? Görürük ki, suda üzmək hara, insanın üzü hara. Tamamilə fərqli anlayışlardır. Ona görə bu da olacaq amonim. Daha sonra çox mənalılıq daha çox isim, sifət, feillərdə olur. Məsələn, diş. Uşağın dişi, darağın dişi. Uşağın dişi olur həqiqi, darağın dişi olur məcazi. Burada diş sözü nədir? İsim olmuş olacaq. Şirin nitq hissəsi olaraq nədir? Təbii ki, sifətdir. Şirin meyvə deyəndə nə olacaq? Həqiqi. Amma şirin söhbət deyəndə olmuş olacaq məcazi. Getmək, şəhərə getmək həqiqi, fikrə getmək məcazi. Burada da getmək sözü nitq hissəsi olaraq nədir? Təbii ki, feildir. Çoxmənalığı təşkil edən sözlər, bax, eyni nitq hissəsinə aid olur. Lövhə. İsim deyil, nə sona cavab verir? Yazı lövhəsi, təbiət lövhəsi. Yazı lövhəsi həqiqi, təbiət lövhəsi məcazi. Çəkmək, nə etmək, feildir. Asfalt çəkmək, dərs çəkmək və s. Çoxmənalı sözlərdə əsasən forma əlaməti qorunur. Yəni xarici görünüş baxımından qorunur. Biri var insanın başı həqiqi, bir də var dağın başı məcazi. Yəni insanın başda deyəndə ən yuxarı nöqtədir. Dağın başda deyəndə, yəni dağın ən yüksək nöqtəsi deməkdir. Yəni burada hər ikisində baş sözü ən yuxarı hissəni bildirir, forma baxımından uyğunluq qalmış olacaq. Gəldik çoxmənalı sözlərə aid nümunələrə. Qol, dil, diş, boğaz, ayaq, ətək, baş, kök, ayaq, üz, göz, kitab, məktəb, maşın, yol, düz, kağız, şirin, acı, yuxarı, alçaq, boz, açmaq, tutmaq, kəsmək, saymaq, yaymaq, getmək, düşmək, çıxmaq, bişmək, salmaq, yumaq, udmaq, almaq, baxmaq, dəmir, polad, qızıl, ağız, dolu, yüksək, daşımaq, yüngül, ağır və s. kimi sözlər çoxmənalı sözlərə aid nümunədir. Bir neçəsinə baxaq. Qol. Məsələn, biri var insanın qolu, bir də var ki, çayın qolu. Baxın, insanın qolu oldu həqiqi, çayın qolu oldu məcazi. Deməli, çox mənalıq yaratdı. Dil. İnsanın dili həqiqi, qarmonun dili və yaxud da ki, pianinonun dili ola bilər, olacaq məcazi. Oldu çox mənalı. Diş. İnsanın dişi, darağın dişi. İnsanın dişi həqiqidir, darağın dişi məcazi mənada işləndi. Yarandı çox mənalıq. Daha sonra boğaz. Biri var insanın boğazı, biri var ki, çəkmənin boğazı. Burada da çox mənalıq yaranmış oldu. Ayaq. İnsanın ayağı həqiqi, kəndin ayağı məcazi. Yaranmış oldu çox mənalılıqlar. Ətək dəmsil. Məsələn, deyə bilərik ki, ətək yubqa mənasında, bir də var ki, kəndin ətəyi olacaq çox mənalı. Kəndin ətəyi deyəndə bu artıq məcazi mənada olmuş olacaq. Daha sonra, məsələn, baxaq kök sözünə. Biri var ki, deyəsən ağacın kökü həqiqi, bir də var kefi kök məcazi. Burada yarandığı çox mənalıq. Ayaq. Biri var ki, insanın ayağı həqiqi, bir də var ki, kəndin ayağı. Üz. Biri var ki, insanın üzü, bir də var südün üzü. Və s. Yəni, buradan biz bir nəticə çıxardırıq ki, çoxmənalı sözlərdə əsas şərt nədir? İlkin məna ilə bağlılıq və məcazi məna bildirməsi olacaq. Davam edək. Qeydlərimizlə davam edək. Frazoloji birləşmələr məcazi mənada olur, amma bütün məcazi mənalı sözlər frazoloji birləşmə deyil. Məsələn, bulud ağlayır ifadəsində ağlamaq feili məcazi mənada işlənib. Frazoloji birləşmə, işlənmə. Yaxşımı? Bütün sözlər çox mənalı ola bilməz. Əsas nitq hissələrinə aid olan bütün sözlərin həqiqi mənası var. Yaxşımı?
İnsanın gözü və quzunun gözü tipli müqayisələrdə, baxın, göz sözü məcazi mənada işlənməyib. Çünki hər iki anlayışda da göz sözü eyni funksiyanı yerinə yetirir də. Məsələn, insan da gözü ilə görür, quzu da gözü ilə görür. Hər ikisində ilkin məna qorunub saxlanır. Ona görə burada çox mənalılıq yaranmır. Davam edək amonimlərlə. Mənaca bir-birindən tamamilə fərqlənən, deyilişi, yazılışı, vurğusu, başlanğıc forması eyni olan sözlərə amonimlər deyəcəyik. Məsələn, don, qadınların geyindiyi paltar, bir də donmaq feili. Amonimlərin əsas xüsusiyyətləri hansılardır? Bir-biri ilə mənaca əlaqəsi olmayan sözlərdən ibarət olmalıdır. Məsələn, şam, biri var axşam yeməyi, bir də var ağac olaraq şam. Amonimliyi təşkil edən sözlər həm eyni, həm də ayrı-ayrı, yəni müxtəlif nitq hissələrinə aid ola bilər. Məsələn, mürəkkəb həm isim, həm də sifət kimi işlənə bilər. Alışmaq həm öyrəşmək mənasında feil, həm də yanmaq mənasında feil kimi düşünə bilər. Nə oldu? Yəni amonimlər həm eyni, bax feil, həm də müxtəlif nitq hissələrinə aid ola bilər. Məsələn, mürəkkəb sözü həm isim, həm də sifət kimi düşünülə bildi. Davam edək. Amonimin tərəflərini təşkil edən sözlər quruluşsa düzəltmə də ola bilər. Məsələn, yara. Bax, əlimdə yara. Bu yarmaqdan yara olur. Əlimdə yara. Bir də var ki, xalqın işinə yara. Bax, bu yaramaq feilidir artıq. Xalqın işinə yara. Burada sadə olmuş olacaq. Yaxşımı? Bir də məsələn, bunu da qeyd edə bilərik. Yaxalamaq sözün. Yaxalamaq. İki dənə yazın bu sözdən. Yaxalamaq. Biri var paltarı yaxalamaq. Burada deməli sözün kökü olur yaxalamaq, qrammatik, başlanğıc formamızda olur yaxala. Bir də var ki, kimsə tutmaq mənasında yaxa sözün kökü leksik, qrammatik və burada da başlanğıc formamız olur yaxala. Yəni başlanğıc forması eyni olduğuna görə burada yaxala sözünü biz amonim kimi götürə bilərik. Davam edək. Qeyd edərsiniz bunu da özünüz üçün. Amonimlər iki qrupa bölünür. Leksik və qrammatik amonimlər. Leksik amonimlər müxtəlif leksik mənaları ifadə edir və yalnız əsas nitq hissələrinə aid olmuş olacaq. Qrammatik amonim hesab olunur hansılar? Baxaq, məna taylarından biri əsas, digəri köməkçi nitq hissəsi olan sözlər. Məsələn, kimi həm əvəzli ola bilər, həm də qoşma ola bilər. Söz və şəkilçi baxımından. Daş, bax, həm əşya kimi düşünə bilər nitq hissəsi olaraq isim, həm də şəkilçi kimi düşünülə bilər. Məsələn, vətəndaş. Köməkçi nitq hissələri öz aralarında. Ancaq məsələn həm bağlayıcı kimi işlənə bilər, həm də ədat kimi işlənmiş ola bilər. Şəkilçilərin bir-biri ilə olan amonimliyi. Məsələn, dadə həm yerli hal şəkilçisi kimi işlənə bilər, həm də zərf düzəldən leksik şəkilçi kimi də işlənə bilər. Bunu da yadımızda saxlayaq. İndi bəzi məqamlar var, onlarda sizin diqqətinizə çatdırım burada. Yaxınlaşdıram, biraz yer açılsın bizim üçün. Yaza bilək. Baxın, yazıram bura bir-bir, siz də dəftərinizə yazın. Məsələn, baxın, bir də ortaq sözlər var, onu qeyd edeyim ilk öncə. Bunu yadınızda saxlayın ki və qeyd edin ki, ortaq sözlər amonim sayılmır. İndi buna baxaq. Doğru. Qalan yazdım biraz. Doğru sözünə baxaq. Bax. Doğru sözü bir düşünə bilər sifət kimi. Bir düşünülə bilər zərf kimi. Bir də düşünülə bilər qoşma kimi. Baxın. Burada sifət və zərf kimi olanda doğru sözü ortaq söz olmuş olacaq və ortaq söz olduğu üçün bu sifət və zərf kimi amonim sayılmayacaq. Amma məsələn, burada 1, 2, 3 olaraq qeyd etmişəm də. Bax, burada olsa 1 və 3 kimi və yaxud da ki 2 və 3 kimi bizə qeyd olunsa tapşırıqlarda biz bunu qrammatik amonim kimi götürə bilərik. Yaxşımı? Və yaxud da baxaq sarı sözünə. Sarı sözündə bəzən vurğu ilə çaşdırırlar sizə. Sarı sözündə də bilin ki, vurğu sona düşür. Sarı bir düşünə bilər sifət kimi. Rəng olaraq. Bir düşünə bilər sarımaq feil kimi. Bir də düşünülə bilər qoşma kimi. Baxın, burada nə zaman leksik amonim kimi götürəcəyik, nə zaman qrammatik amonim kimi götürəcəyik. İndi biraz fasilə vereyim. Siz bunu düşünün, sonra mən sizin üçün bunu təhlil edeyim. Məncə kifayətdir. Qaydanı izah eləmişik, bildiyi necə olacaq. Eləmi? Baxın, burada qeyd eləmişik 1, 2, 3 olaraq. İndi rəqəm olaraq yazın. Baxın, 1 və 2 kimi, yəni sifət və feil kimi düşünsək, bu olacaq nə? Leksik amonim. Leksik amonim. Yox, əgər biz bunu 1 və 3 kimi, yəni sifət və qoşma kimi və yaxud da ki 2 və 3, 2, 3, feil və qoşma kimi düşünsək, artıq olacaq qrammatik amonim. Yaxşımı? Bu da belə. Məncə bu hissəni də başa düşdük, qaranlıq nəsə qalmadı. Davam edək, amonim hesab olunur. Baxın, səslənməsinə görə bir-birinə oxşar olan bəzi sözlər.
Tərkibinə baxaq. Tərkibində bir hərfə görə fərqlənən belə sözlər paronim adlanacaq. Baxın, mənim YouTube izahlarımda bununla bağlı bir video var. Onu da açıb izləyə bilərsiniz. Qəlb. Baxın, qəlb nədir? İnsanın qəlbi. Qəlb nədir? Bax, qəlbi də üstündən yazılın, qeyd edin, saxta deməkdir. Qəlb saxta deməkdir. Qəlb nədir? Ürək. Qəlb nə oldu? Saxta. Xeyir, bax, yox deməkdir. Amma xeyir isə nə deməkdir? Fayda, səmərə deməkdir. Mətin bildirir, yazılı nitqin bir parçasıdır. Mətin, yazılı nitqin bir parçası. Mətin isə dözümlü, iradəli deməkdir. Baxın, bu sözlər nə oldu? Tərkibindəki bir hərfə görə fərqlənən sözlər oldu. Və biz bunlara nə demiş olduq? Paronimlər demiş olduq. Yaxşımı? Paronimlər. Əmir, bir də var ki, əmir. Əmir nədir? Hökm bildirdi. Əmir nədir? Əmir isə rütbə deməkdir. Bunu da qabağından yazırsınız rütbə. Və bu dediklərimin hamısını qeyd edin ha. Əsir nə deməkdir? 100 il deməkdir. Əsir isə dustaq deməkdir. Əsil, bax bu əsli, bura qeyd edin yuxarıda. Həm bunu, baxın, ədat kimi düşünə bilərik, əsil. Həm də bunu sifət kimi düşünə bilərik. Sifət. Əsli isə nəsil mənasında işlənilir. Bax, bunların hər birini qeyd edin. Nikah və nicah. Baxın, nikah, burada arada defis olmalı, düşməyib. Nikah kəbin deməkdir. Nicah isə baxış deməkdir. Səpki, k ilə yazılanda istiqamət deməkdir. C ilə yazılanda isə allergiya deməkdir. Məhsul, üzdə olur ya səpkilər, bax o. Məhsul, deyirik məsələn, məhsul bar mənasında işlənə bilər bir məhsul. Deyir, məhsulunuz bol oldu. Bir də var, məhsul, cavabdeh deməkdir. Süfrə, örtük deməkdir. Amma sürfə isə həşəratın ilkin inkişaf mərhələsidir. Sənəd d ilə yazanda kağızdır, amma t ilə yazanda sənət peşə deməkdir. Atlas, bax, z ilə yazılıbsa parça növ olacaq, amma s ilə yazılıbsa sonra atlas. Olacaq xəritələr toplusu. Yaxşımı? Yazılışı eyni olan, vurğusuna görə fərqlənən sözlər isə amoqraf adlanmış olacaq. Bax, alma, vurğu birə düşəndə inkarda olan feil, alma kimi düşəndə isə isim olmuş olacaq. Əkin, səpin sözlər də buna aid olmuş olacaq. Yadımızda saxlayaq. Yəni bilirik ki, bunlar amonim hesab olunmur. Biri xüsusi isim olan sözlər amonimlik yaratmır. Məsələn, bax, alim, mehriban. Bunlar, yəni biri xüsusi isim olan söz amonimlik yaratmır. Tələffüzü və yazılışı eyni, lakin başlanğıc forması fərqli olan sözlər amonim yox, amma form sayılır. Məsələn, bax, evdə birə var. Birə burada nədir? Bax, başlanğıc forması birədir, bit mənasındadır. Orxan 15-i birə. Bax, burada 1 olacaq sözün başlanğıc forması saydı. Deməli, birə sözü birinci cümlədə həşərat, yəni birə mənasında, bit mənasında, ikinci cümlədə isə saydı. Birinci deməli sözdə başlanğıc forma birə sözü, ikinci sözdə isə bir sözü olmuş olacaq. Daha sonra gələk. Yazılışı eyni, tələffüzü fərqli olan sözlər, bunlar da amonim hesab olunmur. Biz bunun izahını sizə fonetika bölməsində ətrafı vermişik. Nərə, əyan, bəzən və dava sözləri buna aiddir. Yenə təkrar eləmirəm, bunu fonetika bölməsində yetəri qədər təkrar etmişik. Gəldik çoxmənalı sözlər və amonimlərə. Baxaq. Amonimlər bəzi cəhətlərinə görə, yəni yazılış və deyilişdə eyni olmaları, müxtəlif mənalarda işlənmələrinə görə çoxmənalı sözlərə bənzəyir. Lakin çoxmənalı sözlərdən fərqli olaraq, amonimlər həqiqi mənada olur. Amonimin məna tayları arasında bağlılıq olmur. Çoxmənalı sözlərdə isə bağlılıq nədir? Məcburidir. Çoxmənalı sözlərin məna tayları arasında bağlılıq uzaqlaşmır. Amonimlərdə isə uzaqlaşmalıdır. Məsələn, B sözü insanın beli və yer qazan alət mənalarında tamamilə bir-birindən uzaqdır. Yəni amonimini təşkil edəcək burada. Amma insanın beli və dağın beli müqayisəsində isə dağın beli ifadəsində məcazləşmə var. Burada B sözü ilkin mənası ilə məna yaxınlığını qoruyub saxlamışdır. Amonimin məna taylarının hər biri bir leksik vahiddir, sözdür. Çoxmənalı sözlər isə bütün mənaları ilə birlikdə eyni sözdür. İzahlı lüğətdə amonimlər ayrı sözlər kimi, bax, amonimlər ayrı sözlər kimi. Məsələn, yazır üz 1, üz 2 formasında. Yaxşımı? Məsələn, üz 1-də yazır insanın üzü, üz 2-də yazır ki, üzmək. Bir qism sözlər var ki, həm amonim, həm də çoxmənalı söz kimi işlənə bilər. Baxın, indi burada mən sizə çox möhtəşəm bir izah verəcəm. Bunların hər birini bir-bir qeyd edirsiniz özünüzdə qayda dəftərinə və öyrənirsiniz. Yaxşımı? Başlayaq üz sözündən. Necə amonim olur, necə çoxmənalı olur. Baxın, insanın üzü və südün üzü deyəndə çoxmənalı olacaq. İnsanın üzü və dənizdə üzmək, gölü üzmək mənalarında isə amonim olmuş olacaq. Yaxşımı? Qaş sözü. Bax, İnsanın qaşı və dağın qaşı deyəndə olacaq çoxmənalı, amma insanın qaşı, üzüyün qaşı, yəni qiymətli daş mənasında olacaq amonim. Sonra gəldik burun sözünə. Burun sözü necə olacaq? Biri var ki, məsələn, insanın burnu
Gəminin burnu. Burada olacaq çox mənalı. Biri var insanın burnu, bir də var bir də olacaq burun sözünün mənası amonim kimi. Coğrafi obyekti dənizə, gölə, çaya uzanan torpaq çıxıntısı kimi də amonim kimi işlənmiş olacaq. Boğaz sözünə baxaq. Boğaz sözü necə olacaq amonim kimi və yaxud da çox mənalı söz kimi. Bir var insanın boğazı, bir də var çəkmənin boğazı. Burada olacaq çox mənalı. Amma insanın boğazı, bir də var qarnında balası olan. Bu mənalarda işlənəndə də olacaq amonim. Dil. Biri var insanın dili, qarmonun, pianinonun dili. Burada olacaq çox mənalı. İnsanın dili Azərbaycan dili mənalarında isə olacaq amonim. Yaxşımı? İndi gələk qola. İnsanın qolu, çayın qolu mənasında çox mənalı. İnsanın qolu futbolda qol və yaxud da imza mənasında, qol çəkmək mənasında da olacaq amonim. B sözü. Biri var insanın beli, biri var dağın beli. Burada olur çox mənalı. İnsanın beli, yer qazan, bel, alət mənasında olacaq amonim. Kök. Kökü bayaqlarda dedi. Çox mənalığı olacaq ağacın kökü, kefi kök. Amonimliyi də olacaq ki, kök insan sifət kimi. Bir də yediyimiz kök mənasında da olacaq amonim. Dolu sözü. Dolu qab, ürəyi doludur mənasında olacaq çox mənalı. Dolu qab, yağış mənasında dolu kimi işlənəndə isə, yəni isim kimi işlənəndə olacaq amonim. Tut. Biri var, çox mənalı kimi olacaq meyvə, yəni meyvə yediyimiz tut. Biri də var ki, xəbər tutmaq, məcazi mənada işlənəcək, olacaq çox mənalı. Amonim kimi necə işlənəcək? Yediyimiz tut, bir də var ki, məsələn, ipi tutmaq, feil kimi. Bunda da oldu amonim. Daha sonra gələk yar sözünə. Yar. Daşı yarmaq, mağazanı yarmaq mənasında, yəni oğurluq etmək mənasında olacaq çox mənalı. Daşı yarmaq feil kimi, sevgili, sirdaş mənasında isə olacaq amonim. Gələk yol sözünə. Maşın yolu, həyat yolu deyəndə çox mənalı. Maşın yolu, məsələn, saçı yolmaq, tük yolmaq mənasında isə amonim kimi işlənmiş olacaq. Yay. Biri var oxun yayı, bir də var xəbər yaymaq mənasında. Olur, çox mənalı. Oxun yayı və yay fəsli, xəmri yaymaq mənalarında isə olmuş olacaq amonim. Düz sözü. Düz olacaq, məsələn, düz bir əşya, sifət kimi və yaxud da düz əməl. Çox mənalı olur. Burada düz əməl məcazi mənadadır. Biri var sifət kimi, biri də var ki, feil kimi düzmək. Burada da olacaq amonim. İnci. İnci necə olacaq? Biri var mirvari mənasında. Biri də var ki, inci diş məsələn, məcazi mənada işlənir, yəni çox mənalığı. Mirvari, bir də var incimək feili. Bu mənalarda isə olur amonim. Daha sonra quru. Quru odun deyəndə həqiqidir, quru insan deyəndə məcazidir. Yəni burada heç kimə qarışmayan mənasındadır. Burada yaranır çox mənalıq. Amma quru odun və paltar qurudur deyəndə burada olacaq feil. Yəni sifət kimi və feil kimi işlənir, olur amonim. Qurunu da dedik. Daha sonra gəlirik saya. Say olacaq, məsələn, kitabları say. Bir də var ki, onu saya sal. Yəni hörmət elə mənasında məcazi kimi işlənir, olur çox mənalı söz. Kitabları say feil kimi, bir də ki, əsas nitq hissəmiz bilirik ki, say var. Burada da olur amonim. Daha sonra gəldik az sözünə. Az, biri var az adam, bir də var ki, yolunu azmaq. Burada olur çox mənalı. Amma məsələn desək ki, az adam və meşədə azmaq, burada isə amonim olmuş olacaq. Gəldik al sözünə. Al, kitabı al, tərbiyə al mənasında çox mənalı. Kitabı al və yaxud da al bayraq, yəni qırmızı bayraq, qırmızı mənasında işlənəndə olacaq amonim. Yaxşımı? Daha sonra saç sözü. Bax, saç sözü bir olacaq insanın saçı, bir də məcazi məna kimi oxşarlıq mənasında işlənə bilər. Nazik, ipə bənzər şey mənasında çox mənalıq yaradır. Bir də var ki, saçmaq feili, bir də var insanın saçı. Burada da amonimliyi yaratmış olacaq. Davam edək qeydlərimizlə. Amonimlərin müəyyən edilməsində başlanğıc forma önəmlidir. Və yadımızda saxlayaq ki, amonimlər sözün kökünə əsasən müəyyən edilmir. Bax, sözün kökünə əsasən müəyyən edilmir. Leksik şəkilçilər amonimliyi əmələ gətirə bilər, qrammatik şəkilçi isə gətirə bilməz. Amonimin tərəfləri quruluşca müxtəlif ola bilər. Məsələn, yara sözünə baxaq. Əldə yara var. Bax, yarmaqdan yara. Onun işinə yara. Bax, burada yaramaq feilidir. Sözümü yara de. Bax, bu yara sevgiliyə mənasındadır. Baxın, əziz şagirdlər. Burada, deməli, birinci cümlədə yarmaqdan yara əmələ gəldi. Sözün başlanğıc forması oldu yara. Onun işinə yara, burada yaramaq feilidir. Başlanğıc forması oldu yara. Sözümü yara de də isə sözün başlanğıc forması yardır, sevgili mənasındadır. Ona görə burada 1 ilə 2 olur amonim, amma 3-cü cümlədə isə yara sözü amonimliyi təşkil etməyəcək. Burada da bizə onu demək istəyir. Daha sonra davam edək sinonimlərlə. Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənalı eyni və ya yaxın mənalı bildirən sözlərə isə biz nə deyəcəyik? Sinonimlər deyəcəyik. Böyük, iri, yekə, odlamaq, alışdırmaq, yandırmaq və s.
Sinonimlər fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır, yersiz təkrarların qarşısını almış olacaq. Sinonimlər mütləq və nisbi olmaqla iki yerə bölünəcək. Mütləq sinonimlər istənilən məqamda bir-birini əvəz edə bilir. Məsələn, oturmaq, əyləşmək, adam, insan, eynək, çeşmək, gözlük və s. bu sözlər həm də dubletlər də deyə bilərik. Nisbi sinonimlər istənilən məqamda bir-birini əvəz edə bilmir. Ürək, könül, qəlb. Məsələn, həkimə gedəndə deyə bilmirsən ki, könlüm ağrıyır da, ürəyim ağrıyır deyirsən. Daha sonra sinonimlərdə leksik və qrammatik olmaqla iki qrupa bölünür. Leksik sinonimlər eyni və ya yaxın leksik mənalar ifadə edir və yalnız əsas nitq hissələrinə aid olur. Qrammatik sinonimlər isə şəkilçi və ya köməkçi nitq hissələrinin sinonimliyidir. Kimi, qədər, tək qoşma, bağlı isə şəkilçi kimi qrammatik amonimliyi yaradır. Daha doğrusu qrammatik sinonimliyi yaradır. Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur. Məsələn, şəkər isim, şirin sifət bunlar sinonim sayıla bilməz, məşhur sifət, tanınmış fe'l sifət bunlar heç biri sinonim sayıla bilməz. Çiğ sifət, bişməmiş fe'li sifət, çal sifət, yetişməmiş fe'li sifət bunlar sinonim sayıla bilməz. Çünki sinonimlər eyni nitq hissəsinə aid olur. Yaxşımı? Eyni köklü sözlər, eyni kökə, lakin müxtəlif morfoloji tərkibə malik olan sözlər yaxın məna ifadə etsə də sinonim ola bilməz. Bax, üzr istəyirəm, besavad və savadsız sözlərinə baxaq. Bax, bunların hər birinin kökü savaddır, savad. Ona görə biz bunları sinonim saya bilmərik. Bunların yəni eyni köklü olduğu üçün, yəni hər ikisinin kökü savad olduğu üçün biz bunu sinonim saya bilmərik. Desək ki, bunlar leksik şəkilçi qəbul etdiyi üçün sinonim saya bilmərik, bu yanlışdır, yaxşımı? Baməzə məzəli sözlərində də həmçinin. Bax, sözün kökü məzə olduğu üçün, yəni məzə eyni köklü olduğu üçün bu sözlər sinonim hesab edilə bilməz. Belə və sinonimin tərəfləri quruluşca fərqli ola bilər. Necə? Məsələn, eynək sözü sadədir, gözdən gözlük yarana düzəltmədir. Yaşlı sözü düzəltmədir, qoca sözü isə sadə olmuş olacaq. Burada bir hissəni biz izahləmə deyəcəyik. Aha, bu hissədir. Qayda bunu da izah edək. Sonra yadımızdan çıxmamış. Eyni söz həm amonim, həm də amograf ola bilər. Bu o zaman mümkündür ki, bax, sözün iki mənasında vurğu eyni hecaya düşsün. Bir mənasında isə fərqli hecaya düşmüş olsun. Baxın bunu, mən bura sizin üçün qeyd edirəm. Siz də bunu dəftərinizə yaxşı-yaxşı qayda dəftərlərinizə qeyd edin. Yaxşı? Baxın, bir yazaq qoyun. Qucaq mənasında. Bir yazaq qoyun, heyvan mənasında. Bir də yazaq ki, qoyun. Fe'l olaraq, bax, vurğu burada birə düşmüş olar. Baxın, yəni bu sözü biz həm bax 1 və 2 mənasında amonim kimi düşünə bildik. Məsələn, həm də 2 və 3 mənasında bunu vurğusuna görə fərqlənən söz kimi, yəni amograf kimi də düşünə bildik. Daha sonra bizə vermişdi orada, bir dəqiqə bunu sileyim, davam edeyim. Bizə vermişdi orada alın sözünü. İndi onda bir-bir mənasını yazdım, siz də dəftərinizə qeyd edin. Alın. Biri var insanın alnı, bax, insanın alnı. Biri var alınmaq. Vurğu ikiyə düşsə, burada fe'l kimi, məhsul növdə olan fe'l. Bir də var ki, alın. 3. Əmr eləyir artıq, alın. Əmr şəkli. Burada yazırsınız məhsul. Yaxşı, bunu da yadımızda saxlayırıq. Yəni, bax, vurğusu burada eyni düşdü, burada da eyni düşdü. Burada amonim kimi düşünə bildik. Amma alın, əmr şəklində isə bu artıq olur amograf. Bir də orada bizə vermişdi, bunu sileyim, bir də onu da yazın. Bax, bunların hər birinin dəftərinizdə yenə deyirəm, qeyd eləyin. Bir də bizə vermişdi ora, düyün sözünü. Bax, düyün. Bir var, vurğu sona düşür, toy mənasında, toy düyün. Biri var, ilmək mənasında düyün. İlmək. Bir də var ki, düyün. Yəni, ilmək halına salın. Düyün, əmr eləyir. Yaxşı, bunları da qeyd edərsiniz və yadınızda saxlayaq. Daha sonra deyir ki, eyni söz həm amonim, həm də amoform ola bilər. Bu o zaman mümkündür ki, sözün iki mənasında başlanğıc forma eyni olsun, bir mənasında isə fərqli olsun. Baxın, indi bunu da qeyd edeyim burası üçün. Bunu da yazarsınız. Bir yazaq. Qazan, yemək pişirdiyimiz qazan. İsim. Başlanğıc forması qazan. 2 yazaq. Qazanmaq fe'li. Fe'l kimi. Bir də var ki, məsələn, yeri qazan. 3 də bura yazaq qazan. Və bunlar da dəftərinizdə yaxşı-yaxşı qeyd edin. Yaxşı, 1 və 2 kimi olan da amonimdir. Amma 1-3 və yaxud da ki 2-3 formasında olan da amonim sayılmır. Elə amonimlər var ki, onların leksik mənaları bir-birinə antonimdir. Məsələn, keçinmək sözü. Biri var ölmək mənasında.
O deyir keçindi, yəni öldü. Bir də var ki, yaşamaq dolanış mənasında. Məsələn, onlar yaxşı keçinir mənasında. Yaman sözü, biri var yaxşı mənasında, biri də var pis mənasında. Bu da belə. Gəldik antonimlərə. Antonimləri artıq növbəti izahdan edirəm. Çünki videonun dəqiqəsi artıq çox olur. YouTube-a yükləmək olmayacaq. Yaxşımı? Bugünlük bu qədər. Sağ olun.